Gel suda. Salam əziz dostlar, Atabəyin oğlu Qasancala öz anasına həsr eləyib bu əbidəni, bu kilsəni, Qanzasar kilsəsi. Və keçirik bura, Qanzasar kilsəsi. Ermənilər deyirlər ki, o onlara aiddir. Amma əslində bu Qanzasar kilsəsi Albanlara aid olan bir əbidədir. Sonra isə 1850-ci, 60-cı illərdə bütün Albanlara aid olan kilsələr verildi Erməni Katolikos kilsəsinə. Burada isə Əmin Qasancala'nın məzarı və onun qohumları. Onun məzarı, sonra isə başqa qohumların məzarları. Вот так. Baxın.